Rusiya, 2-ci Dünya müharibəsindəki qələbəyə görə Azərbaycan xalqına təşəkkür etməli olduğu halda bizim bu qələbədəki rolumuzu görməzdən gəldi. Siyasi ekspert Azər Həsrət bunu Today Press-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycana qərəzli münasibət özünü sadəcə Rusiya prezidenti Vladimir Putinin Ermənistanı 80 yaşı olan qələbənin əsas qəhrəmanı hesab etməsi, Azərbaycanın adını çəkməməsi ilə göstərməyib. Eyni zamanda Putin öz çıxışında nasizmin qəhrəmanlaşdırılması məsələsinə toxunub. Bunu tənqid edib. Stat. Halbuki onun yanında Ermənistanın baş naziri Nikol Paşinyan oturmuşdu. Onun rəhbərlik etdiyi ölkədə nasist, faşist Qaragin Necdeyə heykəl qoyulub, qəhrəmanlaşdırılıb. Bu məsələnin də üzərindən keçirdi. Statın sonu. Analitik qeyd edib ki, Azərbaycana qarşı sərgilənən qərəzli mövqe qəbul edilməzdir. Onun sözlərinə görə Azərbaycan dövləti Rusiya ilə münasibətlərin bundan sonraki perspektivini mütləq şəkildə nəzərə almalıdır. Stat. Rusiya açıq şəkildə bizim 2-ci Dünya müharibəsindəki rolumuzu görməzdən gəldi. Halbuki Azərbaycan xalqına ayrıca təşəkkür etməli idi. Bütün dünya bilir ki, 2-ci Dünya müharibəsində Sovet İttifaqına aid olan hərbi texnikanın 80%-i Bakı nefti ilə hərəkət edib. Təkcə bu faktın özü bəs edir ki, qələbəni kimin təmin etdiyinə qiymət verək. Digər tərəfdən, müharibənin bizə aid olmamasına baxmayaraq 700 minə yaxın Azərbaycanlı ora getdi. Hitler Almaniyasının Azərbaycanla, türklərlə heç bir problemi yox idi. Azərbaycan o zaman müstəqil olsaydı, Hitlerin bizimlə işi olmayacaqdı. Dünyada faşizmə qarşı mübarizədən söhbət gedirsə, Azərbaycan buna öz töhfəsini verib. Təəssüflər olsun ki, Rusiya bu dəfə də nankorluq etdi. Rəhbərinin timsalında Azərbaycanın böyük xidmətini görməzdən gəldi. Bunlara nə qədər yaxşılıq etsək də nadanlıq edəcəklər. Statın sonu. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 9 may qələbə paradı zamanı Rusiya, İsrail, Ermənistan və Monqolistanı yubileyin əsas qəhrəmanları adlandırıb, lakin Azərbaycanın adını çəkməyib. Yubileyin əsas qəhrəmanları olan Rusiyanın, İsrailin, Ermənistanın və Monqolistanın müharibə veteranlarını salamlamaq bütün dövlət liderləri üçün böyük şərəf deyə o qeyd edib. Qiymət Mahir Namiq Abbasov, Today Press.